biri var idi, biri yox idi. Yaşıl meşənin dərinliklərində kiçik bir dovşan balası yaşayırdı. Onun adı Tütü idi. Tütü çox mehriban, amma biraz da qorxaq idi. Meşədə bir dostu yox idi. Çünki həmişə tək qalmağa üstünlük verirdi. Bir gün Tütü meşənin kənarında gəzərkən balaca bir kirpinin tikanlara ilişib qaldığını gördü. Kirpi kömək üçün çabalayırdı, amma heç cür çıxa bilmirdi. Tütü əvvəlcə qorxdu, çünki kirpinin tikanlarının ona batacağından narahat idi. Lakin sonra ürəyində bir səs ona dedi: "Dostluq kömək etməkdir. Qorxma, kömək et." Tütü qorxusunu unudaraq kirpinin yanına qaçdı və ehtiyatla onun tikanlara ilişən ayağını çıxartdı. Kirpi çox sevinmişdi. "Çox sağ ol, mənim adım Piko. Sən olmasaydın buradan çıxa bilməzdim," dedi kirpi gülümsəyərək. Tütü də gülümsədi. Onlar birlikdə oynamağa başladılar və elə o gündən ən yaxın dost oldular. Artıq Tütü tək deyildi və dostluğun nə qədər dəyərli olduğunu başa düşmüşdü. Meşənin digər heyvanları da onların dostluğunu gördü və hamısı bir-biri ilə daha mehriban olmağa başladı. Beləcə, meşədə sevgi və dostluq dolu bir həyat başladı.